Herkese salam xanımlar, kanalıma ve yeni vloguma hoş geldiniz. Bugünkü günümüz, bugünkü vlogumuz çok dolu olacak. Alışveriş vlogu, Temu, gezinti, her şey daxildir. Dünən axşam yoldaş modları bitirdi. İstedim onların da kısa bir videosunu çekim sizler için. Səhər oyandıq, hazırlaşıb getdik baldızımgilə. Uşağı baldızıma təhvil verdikdən sonra getdim işlərimin dalınca. Temi bağlama gəlmişdi. Getdim onu götürməyə. Yəqin ki, sizə demişdim ki, kenguru vurmuşdum uşaq üçün. Yəni uşağı daşımaq üçün. Bir də ki, 5 yasırqanı vurmuşdum. Axır ki, onlar gəldi. Düz biraz gecikmə oldu, amma nəhayət gəldi. Getdim onları getirdim. Sonra evə bir iki dənə ləvazimat lazım idi. Getdim onları aldım. Bunun nə olduğunu da bilmədim. Çox qəribə bir şeydi. Marujna çıxıb xanımlar, yəqin ki, xəbəriniz var. İlk dəfə idi sınadım. Bu güllərə heyran qaldım. Super güllər idi. Bu plombirlər qəşəng olur. Şu andan bir iki dənə də şey aldım. Vitamin C tərkibli maska, üz maskası. Belə bir sürməm. Qaş üçün sabitləyici. Bir də bir ədəd sponç. İlk dəfə də bunu yoxlayacağım, görüm nətər olacaq. Və gəldik ən gözəl məqama, Temu bağlamasını açmaq. Mən nədənsə videolarda çox danışa bilmirəm, ona görə üstündən səs yazma mənə daha rahatdır. Uşaq üçün 2-3 dənə paltar vurmuşdum. Bunu yəni super gəlmişdi, çox xoşuma gəldi. Demək olar ki, paltarların arasında ən çox bundan xoşum gəldi. Aylarını yazmaq üçün belə maraqlı paltarlar vurmuşdum. Amma bundan heç xoşum gəlmədi. Axırda sizə göstərəcəm videoda. Video çəkmişəm daha rahat olsun deyə. 3 dənə paltar zakas vermişdim. İkisinin materialı qəşəng idi. Amma ortada göstərdiyim materialı heç yaxşı deyildi. Belə nətər deyim sizə, çox nazik idi materialı. Özüm üçün də hicabla dəst vurmuşdum. Amma vurduğuma min peşman oldum. Çünki şəkildə çox böyük görsənirdi köynəyi, yəni uzun idi. Amma gələndən sonra gördüm ki, köynəyin qabağı dəhşət qısadır. Ona görə istifadə eləməyəcəm. Bir də belə bir kenguru istifadə etdim mən. Çox rahatdır. Hətta bağlamasında heç çətinlik çəkmədim. Rahat başdan keçirdəndən sonra rahat bağlanır. Uşağı da otuzdurdum. Rahat idi, yəni ilk səfərdə xoşuna gəldi. Bir də bu 5 yasırqanı, ondan da xoşuna gəldi. Qoydum onu, maraqla belə baxırdı. Çünki çox funksiyası var idi. Həm mahnı oxuyurdu, həm iqruşkalara fırlanırdı. İndi mütləq vlogumu axıra kimi izləyin ki, vlogun axırında da onu çəkib paylaşmışam sizlər üçün. Bir ədəd uşaq şampunu, paltar yumaq üçün. Bir ədəd də uşaq şampunu. Çünki mən demək olar ki, uşaq olandan bəri ancaq bunlardan istifadə edirəm. Demək olar ki, yox. Demək olar ki, ancaq bunlardan istifadə edirəm. Bir ədəd qaz təmizləyən, yağları təmizləyir, super, yəni nəticə göstərir. Bir dənə mətbəx üçün sabun. Bir də belə sprey başı. Belə için zıplıyor. İki ədəd yasəmənli duxu. Bir ədəd uşaq üçün şampun. 2 ədəd diş pastası. Bir ədəd uşaq kremi, bezaltı kremi.
2 ədəd də xanımlara özəl yuyucu vasitəsi. Bu qədər. Hamısının da çeki var. Qəbzi ilə bir yerdə dəyişib nələr almışsınız. Evə bir iki dənə ləvazimat lazım idi. Onları aldım. Kələm, şokolad yağı, kofe. Bunlar neydi? Sumaq, greçka, çartub, bir iki dənə belə abur-cubur, istiyot. Mən istiyotu belə alıram. Yəni karavkada alanda yaxşı olmur. Qırmızı soğan, salat eləmək istəyirəm. Biraz da ki xiyar. İşte bunların hamısına birlikdə 33 manat 78 qəpik ödədik. İstədim belə ayrı videoda çəkim sizlər üçün dəstlərin şəkillərini. Bundan xoşum gəldi. Bu qəşəng qalın materialı var idi. Çox qəşəng idi, amma bundan heç xoşum gəlmədi. Zamaq hissəsi bərk idi. Çox nazik idi. Yəni 1-2 yumadan sonra bərbad günə düşəcəkdim. Amma üçüncü dəstə bayıldım. Çox qəşəng idi. Mən gözləyirdim ki, tək tulum gələr, amma gördüm yox, köynəklə bir yerdə gəlmişdi. Qızlar, əgər videolarımı bəyənirsinizsə, kanalıma abunə olmağı, mənə dəstək olmağı unutmayın. Bugünlük bu qədər. Gələn vloqlarda görüşmək ümidi ilə. Özünüzə yaxşı baxın. Hələlik.